Aysel. Deməli, cəm şəkilçi və məsuliyyət şəkilçi qəbul edir. Cənnət anaların ayaqlarının altındadır. Məsuliyyət şəkilçisi qəbul etmişsiniz. 2 dənə olsun. Sonra 2-yə bax. Burada hansıdır məsuliyyət şəkilçisi? Elin sözü yiyəlik, gözü sözü isə məsuliyyətdir. Burada yoxdur. 3-ə bax. Məsuliyyət. Bəs can hansıdır? Qeyrməyən yiyəlikdədir. Yəni canın arzusu. Acı söz başın ağrısı. Baş sözü qeyrməyən yiyəlik, ağrısı sözü isə məsuliyyətdir. Sonra 4. Yarışın sözü yiyəlik, qalibi məsuliyyət. Yarışın qalibi kimi bayrağı Firidun qaldırdı. Bəs bayrağı sözü nəyi bayrağı təsirli adladı o da? Başa düşdün? Firidun adlı xalqadır. Şəkilçi yoxdur. Sonra 48-49'da var. Burada bir tane düştü. Aha. Ne düştü? Cavab nə çıxıb? 1. Hadi 1'də də var da ayaqlarının altındadır. Bərpa edirsən. Ayakları. Anaların ayaqlarının altı. Başa düşdün? Altı sözündə də var da mənsubiyyət şəkilçisi. Alt sözün köküdür. I mənsubiyyət, n bitişdirici, da yerli kal, dır isə şəxs sonluğudur. Verilmiş nümunədə mənsubiyyət şəkilçisi isimləri müəyyən edin. Mən bir yüksəlişin sevdasındayım. Siniflər döyüşü dünyasındayım. İnsanın zəhməti qiymətləndirən yaxşı adamların sırasındayım. Mən bir yüksəlişin sevdasındayım. Hansı adadır? Yüksəlişin sevdası. Yüksəl sözün kökü, yüksəl iş. Buradakı iş leksik şəkilçidir. İn isə yüksəlişin sevdası. Sevda sözün kökü, sevdası isə mənsubiyyətdir. Yiyəlik, mənsubiyyət. Sonra siniflər döyüşü dünyasındayım. İnsanın zəhməti qiymətləndirən yaxşı adamların sırasındayım. Bu zəhməti sözü hansı haldadır? Dönüşmez. Hansı haldadır? Yox. Yərkanın şəkilçisi ındır. O da təsir. Təsiri yox. Yaxşı adamların sırasındayım. 7 ilə işarələnmiş hansıdır bəs?